vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Xoş gördük sizləri. Hal-hazırda gəlmişəm Şüvalanda sizlər üçün qəşəng bir ev tapmışam. Onu təqdim eləyəcəm. Hansı ki Şüvalan parkdan üzü dənizə gedən yoldadır. Dənizə çox yaxın məsafədə. 3.5 sotun içindədir. Hal-hazırda isə istəyirəm birinci həyətlə sizləri tanış eləyim. Qısa şəkildə burada avtomobilinizi saxlaya biləcəyiniz yeri var. Pultdan açılan qapısı. Həyətində qoskocaman bir tut ağacı var. Hansı ki, uşaq vaxtı qalxırdıq, yeyirdik. Ümumiyyətlə, bura dırmaşmaq da çox rahatdır ya. Ona görə rahat çıxıb yeyirmişik. Burada isə evin hovuzu yerləşir, daha doğrusu həyətin filtr sistemi. Qarşı tərəfdə kifayət qədər genişdir. Rahatlıqla stol yerləşdirib əyləşə bilərsiniz. Bu arada qeyd edim ki, ev çox keyfiyyətlə inşa edilib və evin üzünü çəkək göstərək. Evin üzü keramogranitdir, dəyərli izləyicilərimiz. İndi isə keçək yay və qış mətbəxinə. Burada belə qəşəng bir 35 kvadratlıq yay və qış mətbəximiz var. İçində mətbəx mebeli var, yeri isti döşəmədir və cam balkonlandır, həmçinin manqalı da var. İndi isə keçirik evin içinə. 160 kvadratlıq bir evdən söhbət gedir. Burada gördüyünüz kimi böyük bir şkaf yığılıb. İçi də çox genişdir. Rahatlıqla əşyalarınızı yerləşdirirsiniz. Gəlin birinci qonaq otağından başlayaq. 40 kvadratlıq çox qəşəng, günəşli bir qonaq otağı var. Rəng tonları möhtəşəmdir. Ürək açan bir evdir həqiqətən də. İnsanı sıxmayan bir ab-havası var. Sonra keçirik. Burada yenə mətbəximiz var xanımlar. Həmçinin buradan yay mətbəxinə çıxış da mövcuddur. Mətbəx mebeli də quraşdırılıb. Döşəmə qranit və isti döşəmədir. Bu arada tavanın hündürlüyü 3.80-dır. Qapıların hündürlüyü isə 2.80-dır və sifarişlə hazırlanıb. Çox qəşəng və keyfiyyətlidir. İndi isə keçirik yataq otağına. 20 kvadratlıq bir yataq otağı var. Həmən yanında evin ümumi sanitar qovşağı yerləşir. Sonra gedirik növbəti 2 yataq otağımız daha var. Ondan əlavə burada belə bir yeni şkaf yığılıb. Sonra burada da digər 18 kvadratlıq növbəti yataq otağı və burada isə digər 25 kvadratlıq 3-cü və sonuncu yataq otağıdır. Ümumiyyətlə, yataq otaqları da çox şıxlıdır. Bura isə otağın özünün sanitar qovşağıdır. Son olaraq bunu da qeyd etdiyimizə görə istəyirəm elə qonaq otağında da sağollaşım. Bu arada son olaraq qeyd edim ki, qaz, su, işıq daimidir. Sənədlərdə qaydasındadır, ipotekaya da yararlıdır. Elə zəng eləyin, gəlin elə yerindəcə baxın. Məncə çox bəyənəcəksiniz. 3.5 sotda, qiyməti isə 275 min manatdır. Təbii ki, nə olacaq? Endirimlərimiz də olacaq. Siz nə edirsiniz? Bizi izləyirsiniz və kanalımıza abunə olursunuz. Bu arada layıqlarınızı da gözləyirik. Növbəti videolarda görüşənədək hələlik.